Uşaqlar, keçə 72 nömrəli sualla. 72. 72 ilə görək nə deyir? 72 nömrəli sualda bizə görək nə deyir? 72 nömrəli suala baxaq. 72 nömrəli sualda bizə deyir ki, deməli, qrafik verib bizə. Həcmi 5 litr, 0,5 litr olan qabda baş verən reaksiyanın oksigenə görə sürətini hesablayın. Məsələn, necə yanaşarsınız uşaqlar? Baxın, qəşəng sualdır. Görüm necə yanaşarsınız. Məsələn. Qatılığı tapay. Qatılıq. Sürət istəyir. Sürətin bizə C10-u veribsə, gəlin C10-u Müəllim deyim. denən. Reaksiyaya daxil, yəni 0,5 mol daxil olur. Aysa. Uşaqlar, biz buradan görürük ki, baxın, çox rahatdır sual. Birinci bu reaksiyanı yazdım siz. Rahat görəsiniz. Belə şeylər rahatdır uşaqlar. Özünüzü qətiyyən qorxutmayın. Bu sual tipindən hətta mən şeydə də gözləyirəm. Birinci qrupda ətraflı yazıda gözləyirəm. Görürsünüz ki, CO 21-dən başlayıb 5 saniyədə neçəyə düşüb? 5 saniyə müddətində 21-dən 7-yə düşüb. Nə qədər uşaq var CO reaksiyaya girib? 21-dən 7-yə düşübsə nə qədər girib reaksiyaya? 14 qram. Onu da mola çevirəndə CO-nun emiri 28-dir. 14 qramı nə qədər edir uşaq var? 0,5. Onda CO-nun üstə 0,5 yazır. Amma bizdən sürəti uşaq var oksigenə görə istəyir. Onda gəlin baxaq oksigenin molu nə qədərdir? Mol dəyişir. Yəni bu 0,5 olanda oksigen nə qədər olur? CO oksigendən 2 dəfə çoxdur. CO 0,5 0,125. Ay sağ ol, 0,125. Bizdən sürəti istəyir V bərabərdir delta nü böl tau V-ə. İndi deməli delta burada V nə qədər oksigenin molu nə qədər elədi? Tapdıq 0,25. 125 bölünsün. Zaman bizdə 5 saniyədir. Həcmdə neçə litrdir? 0,5 litr. 5-i 0,5-ə vuranda eləyir 2,5. Bu da 0,2. Bunu buna böləndə nə qədər edir uşaqlar? 0,1 eləyir. Qəşəng sualdır. Baxın.